Salam Ayşən xanım. Salam. Sualım budur rubrikasına xoş gəlmisiniz. Sizə bir neçə sualım olacaq. Emosional zəka nədir və niyə bu qədər vacib sayılır? Ümumiyyətlə biz insanlar arasında intellektual zəka daha belə deyə populyardır və bilinir ki, intellektual zəka analiz qabiliyyəti, yaddaş, məntiqə bağlı olan bir zəkadır. Amma bununla paralel vacib olan emosional zəkamız da çox vacibdir, ya önəmlidir. Emosional zəka bizim özümüzün emosiyalarımızı adlandırmağımız, tanımağımız və bilməyimizdən əlaqədar olan bir hissədir. Emosional zəkanın vacibiyyəti ondan ibarətdir ki, yəni biz emosiyalarımızı tanıdıqda intellektual zəkamızı da və yerində istifadə edə bilirik və belə deyək də daha çox liderlik üçün, daha çox eyni zamanda kollektivdə istifadəsi uyğun görsənir. Eyni zamanda emosional zəka ilə bağlı olaraq biz öz hissimizi anladıqda digər qarşı tərəfdəki insanların hissini də anlayıb empatiya qura bilirik. Daha dərin empatiya bizdə insanlarla olan münasibətləri daha da yaxşılaşdırır və dərinləşdirir. Çox sağ olun, təşəkkür edirik cavabınız üçün. Növbəti sualıma keçid edirəm. İnsan emosiyalarını idarə etməyi necə öyrənə bilər? Ümumiyyətlə bizdə burada bir neçədən praktikalar var. Emosional zəka gündəliyi, biz emosiyalarımızın gündəliyi edirik. Gündəlik olaraq emosiyalarımızı yazırıq. Mən bu gün nə hiss eləyirəm? Bu hissim nədən qaynaqlanır? Qorxumu, qəzəbmi, narahatlıqmı, hansısa bir boşluqmu hissim var və yaxud daha çox sevincmi? Bunun emosiyanın altında yatan hansı düşüncə və belə deyək fikirlərimiz qaynaqlanır. Biz bunu artıq qeyd elədikdə cədvəl olaraq, gündəlik olaraq öz emosional zəkamızın fərqindəliyini artıra bilərik. Daha çox artıq biz emosiyalarımızın fərqində ola bilərik. Çox sağ olun. Keçid edirəm növbəti suala. İş mühitində emosional zəkanın rolu nədən ibarətdir? Kollektivdə çox önəmlidir emosional zəka. Çünki yəni insanların hisslərini anlayaraq kollektiv şəkildə birlikdə komanda formasında işləməyi təmin eləyir, lider ruhu yarada bilir. Artıq biz təşkilatçılığı daha yaxşı bacara bilirik və yaxud komandada olan hər hansısa bir insanın hisslərini daha dərindən anlayırıq, ona uyğun davranış sərgiləməyə başlayırıq və empatiyanı daha güclü qura bilirik. Sizcə liderlikdə emosional zəka necə fərq yaradır? Ümumiyyətlə lider insanda daha çox belə deyək, təşkil olmaq, təşkilatçılığın yüksək olmağı çox önəmlidir və hər bir insanın fikir və düşüncələrinə, emosiyalarına önəm verməlidir. Hər birisi üçün belə deyək, o cədvəldə öncə biz özümüzü tanıyıb öz emosiyalarımızı qeydə alırıqsa, davamında digər insanların da emosiyalarını qeydə ala bilərik və liderlik ruhunu insanda ilk olaraq emosional zəkada özgüvən yaradır. Özgüvənli olan insanlar lider ruhlu ola bilirlər. Öz qorxuları ilə üzləşənlər, öz hissləri ilə üzbəüz gələ bilənlər, özünü olduğu kimi qəbul edib sevən insanlar. Bu da emosional zəkanın güclü fərqindəliyidir elə. Təşəkkür edirəm. İnsan emosiyalarını tanımaq niyə bu qədər vacibdir sizcə? Çünki insan özünün emosiyalarını tanımasa tam özünü anlaya bilməz, tam günlük olaraq yaşantısını dərk eləyə bilməz. Düzdür, analiz və yaddaş olaraq biz bunu belə deyək də anlaya bilirik, məntiq olaraq anlaya bilirik. Amma emosiyalarda bəzən bizim belə deyək bədənimizdə qapını döyür, deyir ki, mən burada yaxşı hiss eləmirəm. Nə qədər məsələn hansısa bir işə məntiqi olaraq, maddi cəhətdən bizə ehtiyac var, gedib o işdə işləyiriksə, amma mənəvi cəhətdən də bizi təmin eləməlidir. Mənəvi olaraq da biz hisslər, emosiyalar olaraq da orada rahat hiss eləməliyik. Bu cəhətdən düşünürəm ki, ümumiyyətlə insanın iş qabiliyyəti üçün həm emosional zəkanın fərqindəliyi, həm də IQ çox önəmlidir. Sağ olun. Bəs emosional zəka sonradan inkişaf etdirilə bilərmi, yoxsa doğuşdan gəlir? Yox, təbii ki, sonradan inkişaf elətdirilir. Ən çox da elə insan yaş aldıqca emosional zəkanın fərqindəliyi artır və EQ çoxalır. Ümumiyyətlə yaş aldıqca biz təcrübə
təcrübə qazanırıq hadisələrdə, emosiyalarımızı necə idarə eləyəcəyik. Bu emosiyanı idarə eləmə bizdə resilience deyirik biz buna, psixoloji dayanıqlılıq nə qədər çox artırsa, o qədər də EQ-miz çoxalır, fərqindəliyimiz artır. Məsələn, hansısa bir ağır travma yaşayır bir insan, həmin vaxtı ona göstərdiyi səbir, o hadisənin daha xoş tərəfindən baxmağı get-gedə insanda emosional fərqindəliyi artırır. Eyni zamanda xoş hadisələr də belədir. Bizim keçirdiyimiz qəzəb, əsəb hissi də bu formadadır. Uşaq vaxtı adi, bəsit bir şeyə əsəbləşirdiksə, daha böyük yaşlarda artıq bizi o xırda şeylər əsəbləşdirməməyə başlayır. Bu o demək ki, elə biz yaş ötdükcə emosional zəkamız inkişaf elətdirir. Amma xüsusi bunu özümüz də inkişaf elətdirə bilərik. Məsələn, biz bunu yaşa dolaraq inkişaf etməyini gözləmədən 1 ilin içərisində, 2 ilin içərisində də istədiyimiz səviyyəyə gətirib çıxarda bilərik. Yəni, vacib deyil ki, həyat təcrübəsi ilə biz bunu artıraq. Biz bunu psixoloji seanslar vasitəsilə də öz üzərimizdə işləyərək də emosional zəkamızı inkişaf elətdirə bilərik. Çox sağ olun geniş izahınız üçün. Növbəti sualım belədir. Emosional zəkası yüksək olan insanı necə tanımaq olar? Fərqindəliyi çox yüksəkdir, öz emosiyasını idarə eləməsi çox yüksəkdir və eyni zamanda ümumiyyətlə fikirləşək ki, həm intellektini, həm emosiyasını eyni anda idarə edə bilir. Məsələ sadəcə ağılda və savadda deyildir. O ağılı və savadı necə ötürə bilir? Əsəbləşərəkmi, yoxsa təmkinnənmi? Bu təmkinlə daha çox özgüvənli bir şəkildə ötürülən bilik forması, yanaşma forması göstərir ki, bu insanın emosional zəkası yüksəkdir artıq. Bəs sizcə emosional zəka tədris olunmalıdırmı? Məsələn, məktəblərdə, təhsil ocaqlarında? Mütləq düşünürəm ki, emosional zəka tədris olunmalıdır. Necə ki, biz intellektimizi artırmaq üçün uşaqlarımıza, gənclərə, yeniyetmələrə faydalı belə deyim, materiallar hazırlayırıq. Eyni zamanda emosional zəka da bu formada materiallar formasında hazırlanmalıdır, ötürülməli. Əslində biz bunu psixoloqlar eləyirik uşaqlar üzərində, yeniyetmələr üzərində. Eyni zamanda gənclərə gəldiyi zaman terapiyalara, amma təəssüf olsun ki, bu yayılmış bir metod deyil. Kimsə müraciət eləyirsə biz onu deyə bilirik ki, bunun emosional zəkası aşağıdır və ya bunu işləmək lazımdır və s. Amma müraciət olunmadığı təqdirdə məktəblərdə, geniş kütləvi tədris mühitlərində bilinmir ki, hansı formadadır. Məncə bu mütləq olunmalıdır. Çox sağ olun. Bəs mənə çox maraqlıdır. Siz öz emosional zəkanızı necə inkişaf etdirmisiniz? Bizdə psixologiyada belə bir qayda var. Biz öz terapiyamızı keçiririk mütləq şəkildə. Özümüz terapiyalar alırıq və superviziyalar alırıq. Biz işə başlayandan, terapiya verməyə başlayandan birinci özümüz terapiya alırıq. Çünki insanlar bizim aynamızdır. Bizim qabağımıza öz travmalarımıza oxşar travmalar gəlib çıxa bilər. Onu aynalamamaq üçün, orada biz öz problemimizi görməmək üçün və öz problemlərimizi aşmaq lazımdır özlüyümüzdə. Uşaqlıqdan gələn travmalar olsun, günlük olaraq çətinliklərimiz olsun. Bunu birinci seanslarda həll edirik. Özümüzdən daha təcrübəli psixoloqlarla işləyirik, seans alırıq. Davamında artıq superviziyalarla çalışırıq ki, yəni məsələn biz uşaqlıqda anamızla münasibətimiz düzgün olmayıbdı, yəni yaxşı sevgi və qayğı əldə edə bilməmişsə, bu tərəfdən dəyərsizliyimiz varsa, həmin problemlə gələn pasiyentlə düzgün şəkildə işləmək üçün, daha da onu ağırlaşdırmamaq üçün birinci özümüzdə olan bu problemi çözməliyik, həll eləməliyik. Bəs qarşımızdakı insan emosiyalarını necə anlaya bilərik? Ümumiyyətlə dərin empatiya çox önəmlidir. Bu bizdən qaynaqlı olan hisslər olmamalıdır. Yəni mən sizə qarşı xoş hiss keçirirəmsə, sizin haqqınızda xoş düşünməyə başlayın. Bu empatiya deyildir, əsl empatiya deyildir. Həqiqətən sizə necə təsir eləyir bu hadisə? Çox vaxt biz özümüzə necə təsir eləyirsə, oradan aynalayıb insana yanaşırıq. Məsələn, sizə hər hansı bir insan incidir iş mühitində, mənə artıq daha çox insan incidibdir. Bu mənim üçün bəsit bir şey kimi gəlirsə, mən sizin bu hadisənizi istər-istəməz -1 ilə yanaşıramsa, bu düzgün empatiya deyil. Amma həqiqətən də sizin yerinə özümü qoyuram. İlk dəfə belə bir hadisə ilə hörmətsizliklə qarşılaşmışsınız, bu sizin üçün çox ağırdır və o formada empatiya qurmaq daha dərin və düzgün bir empatiyadır.
Çox sağ olun Ayşən xanım. Təşəkkür edirik bu dəyərli məlumatlar üçün. Bizim üçün çox xoş oldu. Bizi qırmayıb təklifimizi qəbul etdiyiniz üçün ayrıca minnətdarıq. Mən Çox sağ təşəkkür olun. edirəm. Sağ olun.